Salam əziz izləyicilər. 26 iyun Azərbaycan xalqının tarixində ən şərəfli və qürurlu günlərdən biridir. Bu gün müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 108 il ötür. Cümhuriyyət dövründə əsası qoyulan və ümummilli lider Heydər Əliyevin xidmətləri əsasında müasir nizam-intizamlı bir qüvvəyə çevrilən ordumuz bugün dünyanın ən güclü ordularından biridir. Azərbaycan əsgəri hər zaman öz füzayəti, vətənpərvərliyi və sarsılmaz iradəsi ilə seçilib. 44 günlük vətən müharibəsində və antiterror əməliyyatında tarix yazaraq torpaqlarımızı işğaldan azad etdi. Bu möhtəşəm qələbə ordumuzun gücünü, texniki imkanlarını və ən əsası Azərbaycan əsgərinin sarsılmaz ruhunun bütün dünyaya sübut etdi. Bugün xalqımızın böyük fəxarət hissi ilə qeyd etdiyi gün, üstəngli bayrağımızın Şuşada, Xankəndində və Qarabağda digər yerlərində əzəmətlə dalğalanır. Bizə bu günü yaşadan, canından keçən müqəddəs şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik və qazilərimizə Allahdan şəfa diləyirik. Cinayət və Həqiqət TV, mən Elxan Daşdiyev.